Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günler Binənin mərkəzində sizlere bak kıymeti görürsünüz. Belə bir qiymətə 117 nömrəli məktəbin yanında belə bir həyət evi yoxdur. Düz yolun qırağı, məktəbin yanı, 117 nömrəli məktəbin düz yanı, asfalt yolun üstündə. Sizlere qəşəng belə Navestiz adlı şəxsi tikili oturmuş həyət evimizin təqdimatındayıq. Sizləri çox yormuram. Məhəllənin iki dənə çıxışı var. Bax, buradan girirsən, o bir tərəfdən çıxırsan, hər tərəfi göstərəcəm. Dostlar, həyətimizdə qəşəng gül ağacları var. Həyətin əlavə dövlət suyu var, qazı var, işığı var, sənət kupçaq, onu deyim biləsiniz. Burada su bakımız var, çöl sanitar qopşağımız var. Dostlar, həyətdə oturmaq üçün belə bir setkamız var. Həyətinə rahat iki dənə rahat maşın girir. Yəni necə lazımdır. Hələ bitmir ha, hələ bitmir. Yerləncəyimiz var burada gördüğünüz kimi değerli dostlarım. İndi yay olanda buralar olur bizə cənnət kimi. Evimizin böyründə bax orada əldamımız var. Gəlin bura dostlar. Gəlin bura, mənə də maraqlıdır. Sizdən birincidir. Evə baxmışam sizdən qabaq, amma ora baxmamışam. Gəlin bura. Bax evimizin burada. Ya Allah, başınız ehtiyatlı olun. Başınız zadı değer oralara buralara. Bax burada əldamçı var. Görün ama işiniz zadı olmalıdır. Aha. Gəlin bura. Sən ver mənə açın. Ver mənə çıxma. Aha. Bax əldamısını görürsüz dostlar. Əldamısı qəşəng balon, banka, turşu, muşu necə lazımdır. Hamısı Bakinskidir ha, elə belə deyil. Burada bir dənə turşu gördüm, marağımı çəkdi. Bu nədir? Nədir üstəki? Fındıqlıdır. Burada belə fındıqlı bir şey var, varyenna var. Allah haqqı. 100% Bakılılarındır bu tema. Buraya orada fındıqlandı. Noxudlandı ya fındıqlandı. Fındıq var yenə. Ha, fındıqlandı. Necə düzəldirlər. Maşallah. Bax belə əldamsız adı, fındıqlı varyennalı yer. Düşə bilərsiniz. Düşünməsi çəkin. Aha. Deməli onda siz belə eləyin. Ay sağ olun. Hə, siz qabaqda gedin. Qəşəng bəngdə də bizə hər yerə çıxırıq, giririk. Podvala girməsən yaxşıdır. Hara girərsən? Yeri qazıb yerin altına girərsən. Aha. Bunun nəyi var yuxarıdadır, yəni üstədir. Dostlar, inşallah böyle bir evi almaq istəyənlər mütləq əlaqə saxlasınlar, əlaqə nömrələrimizlə. Səhifədə var. Deməli, həyətdə gəlin bura. Bunu hələ işi tutarım. Burada məşq eləmək üçün belə bir yeriniz də var. Tam idman elə. Yəni necə lazımdır. Gəlin bura. Əliz yumaq üçün krandır. Bax görürsünüz, 7-24 saat buranın daimi suyu vardı. Yəni su kəsildi söhbəti olmur. Gül, sel, yani ev söhbəti yox. 3 faza işıqdır bax. Gördüğünüz kimi 3 faza. Yunus bundan da kurtarmış. Gəlin bura. Evimizin, hələ gəl bura. Açın, keçəcək. Gəl bura. Gəlin bura. Nəyi göstərmək istəyirəm sizə? Məhəllədən 2 dənə yerdə girişimiz, çıxışımız var. Aha, çıxdıq digər məhəlləyə. Market, dükkan, araz, maraz, her şey düz burada. Məşdir də düz qulağın dibində. Gəlin bura. Qapını örtə bilərsiniz, yoxsa örtüm? Örsəz yaxşı olar bilirsən. Örtdünüz qarşı. Keçmiş olsun. Deməli, gəlin bura keçək evimizin içinə. Dostlar, gəlin inşallah. Ya Allah. Kamera sistemləri. Gəlin bura. Mərçən bəy, sizlər əslində bax burada ev almaq daha yaxşı olar. Bax kamera. Biz uşaqlarımız da bu məktəbdə oxuyurlar. Kamera bax, göydə. Hətta həyətində də bir neçə yerdə kamera var. Yunus, nazarata nazarat. Evin içində də var. Gəlin bura dostlar, bax kamera. Görürsünüz, hər yer kamera sistemi ilə doldurulubdur. Hər yerdə, çöldə, orada, burada, hər yerdə kameralar mükəmməl şəkildə dizayn olunub. Gəlin keçirik evimizin içinə. Bax, girişdə belə bir prikodnik var. Bax, belə bir koridor kimi, kiçik bir koridor deyək. Bax, belə bir yerdə. Ayaqqabı da sarmaq üçün mükəmməldir. Və zal studiya. Büyük, geniş, belə bir zalımız və mətbəximiz var. Ayşə xanım, istəyirəm bir dənə belə fırlanaq dövr eləyək. İzləyicilərimiz görsünlər inşallah ki, necə bir gözəl evimiz var. Baxın, evimizin hər şeyi var. Qoxuna meyvəli qalır. İndi müəyyən ola bilər əşyaları saxlaya bilər ev yiyəsi. Ola bilsin ki, götürdü. Bax, bunlar qoxuna meyvəli qalacaq o heç. Burada oturup yeməyə yerimiz, orada adden yerimiz. Ev tam təmir, plusdakı dostlar. Nazarat ne deyirdim? Bax, zalda olsun belə kamera sistemi yerləşdirilibdir. Yəni kamerası var. Hər yerdə. Sonra gəlin bura.
Evimizin sayıcar qovşağı, Pirus. Yani gizli kabin kimi yerimiz var mövcuddur. Tam təmir. Hər şeyi, bax, hamısı modadır, duşu kabin, zat hamısı asma tavan necə lazımdır. Tam səliqə ilə dizayn olunmuş. Gəlin bir keçək otaqlarımızdan tanış olaq. Niyə tanış olaq? Gəlin. Siz nə etməlisiniz? Əlbəttə ki, like atıb kanalımızı bəyənməyi unutmayın. Gəlin inşallah. Evimizin gözəl bir otağı. Evin bir dənə sizə bir şey deyim. Bu evin bütün daşları dört bir tərəfi 60'lıq kubiklərdən yığılıbdır. 60'lıqdır dostlar. Ha, mən sizə 40'lıq demirəm, 60'lıqdır. Gəlin bura. Bax, evin tufarın bir dənə layına baxın. 40'lıq deyil, 60'lıqdır hamısı. Bura digər bir dənə yataq otağımız. Bax, otaqdan otağa. Bura bir dənə yataq otağımız. Plus hamısı da qapıları elə belə qapılar deyil. Bax, qəşəng dizaynla yığılma qapılardır. Səliqəli və burada da iki dolabımız var dostlar. Bax, burada geyim dolabıdır, yəni belə paltar dolabıdır. Hər şey necə lazımdır yığmaq olur. Tam təbii. Plus burada belə bir otağımız var, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi, burada bizim digər yataq otağımız. Tam səliqəli, necə lazımdır. Kondisionerinə qədər hər bir şey mövcuddur. Kombimiz hal-hazırda istidir, radiatorlarına qədər hamısı mövcuddur. Real alıcılar bihici bizə qoyun gəlin. Cüzi də endirim olunacaq. Allah alana da, satana da xeyir versin. Ruzlu olsun, bərəkətli olsun. Qiymət haqqında demədiniz, neçədir? Qiymət Şok ekranda var. qiymətdir. Şok qiymətdir. Ekranda var. Bu evin qiymətini sizə deyim ki, dostlar, 110 mindən düşüblər o qiymətə. Reallıqla olsa yenə də qiymətdə endirim olunacaq. Buyurun, zəngilən gəlin.